Herkese salam, yeni videoma xoş gəldiniz. Bu videoda sizinlə üzüm yarpaqlarını qışa necə asan üsulla saxlayıram, onu sizinlə bölüşmək istəyirəm. Həqiqətən bu üsulla saxladıqda görəcəksiniz ki, üzüm yarpaqları sapsarı, sanki təzə dərilmiş kimi olur, çox gözəl saxlanılır və heç bir xarab olmada olmur. Əgər mənim dediyim üsulla etsəniz, çox gözəl formada qışa yarpaqları saxlaya bilərsiniz. İndi isə keçək necə hazırladığıma. Üzüm yarpaqlarını yığdım və yığdıqdan sonra 1 və ya 2 gün müddətində gözlədirəm ki, yarpaqlar yumşalsın və bankaya daha rahat formada yerləşdirmək mümkün olsun. Yarpaqların hər birini ölçüsünə uyğun bir-birinin üzərinə yığıram və daha sonra videoda da gördüyünüz kimi bankaya yerləşdirirəm. Yarpaqları bu üsulla saxladıqda mütləq ona diqqət edin ki, yarpaqlarda heç bir nəmlik olmasın. Biraz belə nəmlik olsa, mütləq o yarpaqlar xarab olacaq. Yarpaqlar və banka mütləq quru olmalıdır ki, heç bir xarab olma və küflənmə olmasın. Gördüyünüz kimi heç bir su, duz, heç bir şey istifadə etmədən bu formada bankalara yarpaqları yığıram. Daha sonra üzərinə bir kağız yandırıb qoyuram və bankanın qapağını tez formada bağlayıram. Bu formada vakuumlanır və yarpaqlarınız təptəzə çox gözəl formada qalır. Əgər bu üsulla etsəniz, mütləq mənim dediklərimə diqqət edin ki, gözəl formada yarpaqlarınız qışa qalsın və heç bir xarab olma olmasın. Məndə 3 banka yarpaq alındı. Mən illərdir bu üsuldan istifadə edirəm. Çox da razıyam. Bir neçə üsul sınamışam və ən bəyəndiyim bu olub və bununla da davam edirəm. Siz hansı üsullardan istifadə edirsiniz? Siz hansı qaydalarda yarpaqlarınızı qışa saxlayırsınızsa, mütləq yorumlarda yazın, biz də faydalanaq. Videonun sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yeni videolardan xəbərdar olmaq üçün kanalıma abunə olmağı və bildirişləri açmağı, yorumda yazmağı unutmayın. Hələlik.